Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır. Yada salmaq və şükr etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən odur. Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşa gəlməz bir söz dedikdə salam deyərlər. Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. Onlar deyərlər, ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu onun əzabı həmişəlikdir. Həqiqətən o nə pis məskən, necə də pis iqamətgahdır. Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər. Bunların arasında orta bir yol tutarlar. Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz. Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və salih əməllər edənlərdən başqa, Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhimlidir. Kim tövbə edib yaxşı iş görərsə, o doğrudan da Allaha tərəf qayıtmış olar. Onlar yalandan şahidlik etməz. Lağlağı məclisinə rast gəldikdə, oradan ləyaqətlə ötüb keçərlər. Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kör kimi davranmazlar. Onlar deyərlər, ey Rəbbimiz, bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et.